Xavər xanım, nə əcəb bu vaxt yatmamısınız? Lalənin bağ evinə sən göndərmisən? O. Yox, mən niyə göndərirəm ki? Lalənin bağ evinə getməyə heç xoşuma gəlmədi yox. Evli qadının subay oğlanla gecə vaxtı bağ evində nə iti azıb? Sən demisən, getsin? Ay Xavər xanım, mən kiməm ki deyim getsin? Yox, mən deməmişəm. Toğrul özü istədi, nəsə keyfi yox idi. Yəqin uşağı görmək istədi. Belə, mənim xəbərim yoxdur. Eybi yox. Mən bu məsələni araşdıracağım. Əgər bilsəm ki, Laləni bağ evinə sən göndərmisən, İncimə sən evdən qovacağam. Sənə mən əvvəldən nə demişdim? Demişdim ki, bacın qızlarına yiyə dur. Adlarına söz çıxar. Arada mənim oğlum biabır olar. Mən buna icazə vermərəm. Xavər Demişdim. xanım, demişdiniz. Amma inanın ki, mənim heç nədən xəbərim yoxdur. Narahat olmayın. Mən Lalə ilə danışaram, bir də getməz. Mən başa düşə bilmirəm, Bu evin bir böyüyü var ya yox. Mənə başa sala bilərsən bunu. Narahat olmayın. Dediyim kimi, mən Lalə ilə danışaram, ondan sonra Toğrul desə də getməz. Buna da sakit fağırdı dedik. Zibili çıxdı. Çıxdı oturdu başımızda. Başqa bir şey istəmirsiniz? Yox.